Stendi izah edeyim. Hər servislərdə stend yoxdur da. Müəyyən servislər var ki, stendləri var. Stendi də indi iş prosesini sizə izah edəcəm. Adi yerdə döymə də olur. Döymə olanda yerdə o geometriyanı vermək olmur. Stenddə qalxır maşın həmin o geometriyanın millimetrovkalarıdır. Dartınma prosesində həmin o zavod buraxılışını, maşının zavod istehsalı olan formaya stend bax onun üçün yaxşıdır ki, həmin o geometriyanı, həmin o millimetrovkanı vermək olur onda. Stenddən maşın düşür, keçir rəngsaza. Rəngsaz tek rəng vurmaqla deyil, rəngi vurmaq hər bir yerdə olar. Hazırlanmalıdır, yəni şpaklovka çəkilməlidir, sürtülməlidir. Sürtüləndən sonra maşın rəngə hazırlanır. Əsas rəng vurmaq deyil, rəngi düzgün tutuzdurmaq lazımdır. Rəngi düzgün tutuzdurandan sonra boyadır, rəngdir, lakdır. Bunlar hazırlanan sonra işimizi peşəkar ustalara əmanət eləmək lazımdır.